Üçüncü növ təkəbbürlük insanlara qarşı təkəbbürlükdür. Malına, mülkünə, nə bilim, vəzifənlə, elminlə, sahib olduğun bir şeylə ki, sən özündə onu kamillik hesab eləyirsən və başqasında bunu görmədikdə başlayırsan onun qarşısında lovğalıq eləməyə, təkəbbürlük eləməyə. Həzrət Rasulullah bir gün məsciddə əyləşmişdi, səhabələr də ətrafında. Bir fəqir səhabə də gəldi, toz torpaq içində işləyən birisidir. Üst başını çırpa-çırpa girdi məsciddən içəri. Gəldi, gördü, bir yerdə oturdu. Oturada bu varlı bir səhabə vardı, onun yanında oturdu ki, geyimi də, libası da təmiz idi, gözəl idi, qiymətli parçaydı, keyfiyyətli parçaydı. Varlı gördü ki, bu üst başı çirklidir. Ətəyini bu cür yığdı, əbasını falanını yığdı ki, toxunmasın buna. Allah Rəsulü gördü və görən kimi də müdaxilə etdi. Dedi, nədən qorxdun? Nədən qorxdun? Qorxdun ki, onun kasıblığı sənə keçər, yoxsa sənin var dövlətin ona keçər. Həmin sahabə ayağa qalxıb dedi ki, ya Rasulallah, mənim var dövlətim hər pisi mənə gözəl göstərib, hər gözəli də mənə pis göstərib. Mən indi bu var dövlətinin tən yarısını bu qardaşıma hədiyyə eləyirəm, bağışlayıram. Yəni, nəyə sahibəmsə, tən yarısını bölüb verəcəm o fəqir qardaşıma. Həmin o fəqir sahabə dedi ki, yox, istəmirəm, qəbul eləmirəm. Niyə? Dedi, qorxuram bir gün sənin qəlbinə gələn mənim də qəlbimə gələr. Mən də bir gün kiməsə qarşı belə davranaram. İnsanlara qarşı təkəbbürlü böyük günahlardandır.